Salam, mən Kainat Tədris Mərkəzinin informatika müəlliməsi Əliyeva Ulduzə. Bugün sizə əvvəlki illərdə qəbula düşmüş sual formasını izah edəcəm. 806 onluq ədədinin 16-lıq say sistemindəki təsvirinin ilk rəqəmi ilə verilmiş ikili ədədin cəmini tapın və nəticəni onluq say sistemində göstərin. Biz verilmiş onluq ədədi 16-lıq say sisteminə keçirmək üçün həmin ədədi əgər 2-nin qüvvətinə gətirmək mümkündürsə, mütləq 2-nin qüvvəti şəklində göstərməliyik. Onda verilmiş ədəd 2 üstü 18-dir və bu onluq say sistemindədir. Bunu 16-lıq say sisteminə keçirmək üçün ədədi 16-nın qüvvəti şəklində ifadə etməliyik. Və 2 üstü 18-i biz 2 üstü 4-ün qüvvətində 4 və vur 2 üstü 2 şəklində yaza bilərik. Bu da bizə verir 4 vurulsun 16 üstü 4. İndi ədədi 16-lıq say sisteminə keçirdikdə burada ən böyük qüvvət nə görürüksə 4-dür. 4-dən başlayırıq və üzü sıfıra doğru nömrələyirik. 16 üstü 4-dən bizdə 4 dənə olduğu üçün bura 4 və digər qüvvətlər olmadığı üçün ora 0 yazıram. Verilmiş ədədin 16-lıq say sistemində təsviri alınır bu formada. Onda ədədin 16-lıq say sistemində təsvirində ilk rəqəmi alınır 4. İndi biz bu ədədlə verilmiş ikili ədədin cəmini onluq say sistemində göstərməliyik. Onluq say sisteminə keçirmək üçün ədədin üzəri sağdan sola doğru sıfırdan başlamaqla nömrələnir. Və 4 vur 16 üstü 0, digərləri də 1 vur 2 üstü 4, 0 vur 2 üstü 3'ü yazmıram, bu onsuz da bizə 0 verir. 1 vur 2 üstü 2, 1 vur 2 üstü 1 və 1 vur 2 üstü 0 yazırıq. Bura 4 və bu isə 23'ü verir və nəticə 27 alınır.